Xıncılov, çaşır, çaşırın növləri. Tarixçədə bu bitkini paylaşar-paylaşmaz çox sayda zəhərlənmə ilə bağlı mesajlar yazıldı. Əksəriyyət isə bunu çirişə bənzətdi. Amma bu çiriş yox, elə xıncılovuzdur. Çiriş ən çox kəvərə bənzəyir, yarpaqları daha düzdür. Xıncılovuz isə burulmuş formadadır və soğanları da iridir. Narahatçılıq hiss etməmək üçün bunu ilk növbədə yaxşı yumaq lazımdır. Bir neçə saat sirkəli suda saxladım, sonra dəfələrlə yenə yudum və bu bitkinin gövdə hissəsi sanki jele kimidir və sürüşkəndir. Narahatçılıq baş verməsin deyə vacib şərtlərdən biri də bu bitkini qovurmazdan əvvəl mütləq pörtlətmək lazımdır. Mən də 1-2 dəqiqə pörtlədib aş süzənə yığdım. Əlbəttə ki, bu yabanı bitkinin özünə məxsus faydaları var. Qan təmizləyicidir, həzm sistemini yaxşılaşdırır, sidik qovucudur, immuniteti gücləndirir və s. Amma çox da istifadə etmək məsləhət deyil, çünki mədədə narahatlıq yarada bilər. Hamilə qadınlara isə yemək məsləhət deyil, çünki riskli ola bilər. Belə, biraz da soğanla qovurdum. İndi isə üzərinə yumurta vuracam. Yumurtaları isə Azadın fermasından əldə edirəm. Təmiz, organik, sarısı isə göz qabağında. Bu yeməyin istiotunu, bir də zirincini bol edəndə yeməyə xüsusi bir xoşməzəlik və ləzzət qatır. Bu yabanı otu mən ilk dəfə hazırladım. Bəzi şərhlərdə yazmışlar ki, bu qədər risklidirsə, nə vacibdir bunu yemək. Əlbəttə ki, ilk olaraq elə özüm yedim. Dadı tam fərqlidir, çox ləzzət elədi mənə. Əgər bu şərhlərə əməl etsəniz, inşallah ki, sizin də başınıza heç nə gəlməyəcək.